əzab gəlməmişdən əvvəl, çünki insan dünyasını dəyişən kimi, Allah deyən kimi yaşamayıbsa, o əzaba düşəcək. Bunu bilək. Əzab nədir? Siz elə bilməyin ki, əzab ancaq kafirlər üçündür. Hər kəs əzab çəkəcək. Sadəcə əzabın dərəcələri var. Kafir üçün birdir, münafiq üçün başqadır, günahkar üçün başqadır. Əzab nədir? Dünyamızı dəyişəndə hansı Allahın dediyi əmrləri yaxşı yerinə yetirməmişsə, bu əzabdır. Peşmançılıq çəkəcək, bu özü başqa bir əzab. Buyurur ki, sizə əzab gəlməmişdən əvvəl Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə tabe olun. Vəttəbi'u əhsənu ma ənzələ ileykum min rabbikum. Gözəl şeylər ki, mən sizə təqdim eləmişəm. Bax, burada da bunu bizim yadımıza salın. Yenə də deyir, sizə gələcək qəflətən, əzab, ölüm və mən ondan əvvəl sizə gözəl şeylər vermişəm. Bu gözəl şeylərin qədrini bilin. Nədir o gözəl şeylər? Kitabdır, Qurandır, hədislərdir, dinin göstərişləridir. Ondan sonra buyurur ki, məbada kimsə desin ki, əfsus Allah barəsində etdiyim həsrətə görə, səhlənkarlığa görə. Ya həsrətə aləl ma fərattu fi cənbillah. Və bu dediklərimi əməl eləyin ki, dünyavızı dəyişəndə belə deməyəsiniz ki, əfsus olsun. Allah barəsində, Allahın dedikləri barəsində səhlənkarlığı var. Eşitdim, amma səhlənkarlıq elədim. Eşitdim, amma ciddiyyətlə yanaşmadım. Allah bizi bu aylarda bu qəflətdən oyatsın.